Mən Xəmidova Aynur öz təşəkkürümü yeni robotik reabilitasiya mərkəzinə bildirmək istəyirəm. Çünki mən əməliyyat olunmuşam. Uzun müddət 5-6 ay İlizarov aparatında qaldığım üçün demək olar ki, hərəkət məhdudiyyətim var idi. İlk bu reabilitasiya mərkəzinə gələndə mən kalaska ilə gəlmişdim. Yəni ayağımda şiddətli ağrılar var idi. Ayağımı yerə heç basa bilmirdim. Əzələlərim demək olar ki, 5 aydan sonra tam işləmirdi. 15 gün müalicədən sonra mən indi öz ayaqlarım üzərində ağrısız, şükür Allaha dayana bilirəm. Hal-hazırda hərəkət məhdudiyyətim aradan qalxıb. Yenə də reabilitasiya mərkəzinin bütün kollektivinə yenə də təşəkkür edirəm. Yəni təşəkkürüm sonsuzdur da demək olar ki. Çox gözəl kollektiv, çox gözəl savadlı həkimlər, kollektivin rəhbəri, yəni öz işinin peşəkarı da demək olar.